Məşğulluğa dəstək layihəsi çərçivəsində təşkil olunan növbəti həvəsləndirmə mükafatları müsabiqəsinin qaliblərinin aktivlərlə təminatına başlanılıb. Layihənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirir. Artıq Bakı, Abşeron, Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi zonaları üzrə 50-yədək şəxsə qurduqları kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədi ilə əlavə avadanlıqlar verilib. Təqdim olunan aktivlər poliqrafiya, kiçik dərzi sexi, kiçik dülgər sexi, PVC qapı və pəncərə istehsalı, un məmulatları istehsalı, broiler inkubatoru, ayaqqabı təmiri və digər fəaliyyət istiqamətlərini əhatə edir. Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur və növbəti mərhələdə daha 190 nəfər əmlaklarla təmin ediləcək. Müsabiqənin mahiyyəti ondan ibarətdir ki, 2020-24-cü illərdə layihə cəlb olunmuş şəxslərin bizneslərinin inkişaf etdirmələrinə, daha da genişləndirmələrinə dəstək göstərilməsi məqsədi ilə onların tələblərinə uyğun olaraq layihə tərəfindən əlavə avadanlıqlar verilir. Müraciətlər qeydə alınır. İlkin olaraq layihəyə Gəncə şəhərində başlanılmışdır və 10 nəfər vətəndaşa avadanlıqlar, əlavə avadanlıqlar verilməklə layihəyə cəlb olunmuşdur. Növbəti mərhələdə artıq hazırda 100 nəfər bu pilot layihə çərçivəsində qalib elan olunmuşdur ki, hazırda onlara da istəklərinə, tələblərinə uyğun olaraq əlavə avadanlıqların verilməsi təmin edir. 2024-ün yanvar ayında avadanlıqla təmin olundum və aktiv işlədiyim üçün mütəmadi olaraq yoxlayırdılar, görürdülər ki, işləyirəm, Oğuz rayonunda fəaliyyət göstərirəm və məşğulluğun əməkdaşları mənə həvəsləndirmə mükafatı müsabiqəsində iştirak etmək üçün təklif elədilər və mən də qoşuldum. İndi yenidən avadanlıqla təmin olunmuşam. 2024-cü ilin dekabr ayında avadanlıqla məni təmin elədilər və icarəyə yer götürdüm, öz biznesimi qurdum. Hər ay mütəmadi olaraq gəlib yoxladılar. İşlərimin düzgün getdiyini gördülər və məni həvəsləndirmə mükafatına cəlb elədilər. Bugünkü gündə mənim üçün lazım olan avadanlıqları hamısını gətirib verdilər. Təşəkkür edirəm.